Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə dinamik inkişaf dövrünü yaşayır. Vətəndaş rifahının təminatı istiqamətində mühüm nailiyyətlər əldə olunur. 10 il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyi də ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni tərəqqisi, habelə regionların inkişafı prosesində fəal iştirak edir və dəyərli töhfələrini verir. Daim yeni önəmli layihələrə imza atan birliyin fəaliyyətində mühüm sosial önəm kəsb edən layihələr, gənclərin, əsas qrupların məşğulluğuna dəstək tədbirləri də geniş yer tutur. Bu sahədə bizim Regional İnkişaf İctimai Birliyi ilə uğurlu sosial tərəfdaşlıq təcrübəmiz var. Bununla yanaşı, bugün ölkəmizdə aparılan uğurlu sosial siyasətin mühüm istiqamətlərindən biri şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, az təminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də Nazirlik Regional İnkişaf İctimai Birliyi ilə sıx əməkdaşlıq edir. Qeyd edilənlər bir daha birliyin fəaliyyətində sosial əhəmiyyət kəsb edən tədbirlərin mühüm yer tutduğunu, onun cəmiyyətimiz üçün vacib olan missiyaya xidmət etdiyini göstərir. Əminəm ki, qarşıdakı dövrdə də birlik cəmiyyətimiz üçün nəcib və faydalı, dəyərli missiyasını uğurla davam etdirəcək. Regional İnkişaf İctimai Birliyinin 10 illik münasibəti ilə təşkilatın bütün kollektivini təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıram.